vapşi o deyil də, yəni o niyə var? Ay filan kəs, yəqin feşmenkəsin də yengəsi sən olarsan. Ona 5 dənə arvadın içində qayıdıb belir, bax. Yox, ay başqadan neyimə lazımdır? Bax, yox, ay başqadan neyimə lazımdır? Dıqdan sonra bu gəlir, bax. Dı. Bax, bu var ha. Duysan nə deməkdir? Ha, o bilirsən nədir? O quş balanın biridir. Mən ona yencə gedib özümü biabr eləyəmmərəm. Bu o deməkdir. Eləsi bildiyi qədər çəksin, heç nə demirəm. Kənd toylarında olur çox. Otağın birini buna verirlər, hansı ki həmin otaqda ləpəzad olur da, sok ləpəzad. İndi içərdən kimsə gəlir, belə deyir, bax. Falan stola təzədən şey istəyirlər, ləpə istəyirlər. Kim istəyir ki? Atcanın azlar istəyir, sən kimsən? Getdiyinin qutarıbdır, sən başın. Orada da qazan ləpə var. O ləpəni vermir stola aparmağa. Cəmaatın içində toy yiyəsi biabır olur. Toydan sonra da qayıdıb belə eləyir. Özüm belə qəşəng sıxa-sıxla yola verdim, narahat olma, hər şey bola-bol oldu. Qazan ləpə qalıb orada. Saat deyən oldu orada qazan ləpə saxla. O ləpə qonaqlardan ötürüdür də. Cəmaatı niyə söyüş yərsi eləyirsən ki? Sonra deyirlər ki, filan kəsin boyunu yerə soxun. Toy elədi, pul yığdı, yemək vermədi. Güzgü qoyurlar gəlinin stolunun üstünə. O güzgü niyə var orada? Toyda nə qədər arvad var, hamısı gəlir. Bir dənə qadam qaç görüm. Zəhrim hardan ha? Git tualetdə bəzəndə, sunqanda güzgü gəldir də. Mən sənə ötür nəyəm? Hələ gəlinin stolu. Kim oynamağa gedir, gətirir, beni qoysun, qasın qoyur stolun üstünə. Bir dənə telefonuma bax gəlirlər. Baş qürək nə istəyirlər? Mən bura gəlinlik geyinib oturmuşam ki, sənin telefonuna baxmaq. Mən yanımdakına baxmaq istəyirəm. Sənə niyə baxmalıyam ki? Giş qızı giş.